Ermənistanla Azərbaycan arasında uzun müddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan dialoqu 2-ci beynəlxalq forumu zamanı deyib. Onun sözlərinə görə Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır. Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onun müşahidə edən sənədlərin imzalanması məqsədi ilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq. Ermənistan Baş naziri Nikol Paşinyanın bizim yolumuz sülhdür və biz buna tam sadiq kimi açıqlanması əslində iki mənada özünü ifadə edə bilər. Birinci məna odur ki, Paşinyan artıq gözlə görünə biləcək və daha çox media üzərindən və beynəlxalq siyasi proseslərin içərisində özünə yer tutmuş Ermənistanın silahlanma prosesini bir növ kölgəyə salmağa çalışmağından irəli gələ bilər. İkinci bir tərəfdən isə təbii ki, Ermənistanın mövcud siyasi reallığı qəbul edib verdiyi açıqlama kimi dəyərləndirə bilər. Amma hər vəziyyətdə Paşinyanın verdiyi açıqlama əgər həqiqətən də reallığa çevriləcəksə, yəni bölgəyə sülh gətirmək istəyinə xidmət edəcəksə, o zaman Ermənistan sülh müqaviləsi üçün lazım olan ön prosedurları tamamilə yerinə yetirməli və daha sonraki mərhələdə bu müqavilə imzalanmalıdır. Paşinyan habelə vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib. Bizim yolumuz sülhdür. Ermənistan məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır. Elçin Şuşalı, Qafqaz TV üçün.